Moskvaya yağış kimi dronlar yağır. Ayın 4'ündən bu dəqiqələrə kimi, bu dəqiqələrdə də Moskvaya yağış kimi dronlar yağır. Rusiya sayını azaltsa da, güya vurduqlarının da sayını çoxaltsa da yalandır. O boyda 500, 600, 700 kilometrə gələn dronu vura bilməyiblər. Moskvaya qədər gəlib çıxıb, güya Moskvaya çatanda mı vurdular? Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Moskva yaxınlığında hal-hazırda dəhşətli partlayışlar baş verir. Eşq olsun Ukrayna ordusuna. Moskvaya hal-hazırda dəhşətli zərbələr indirilir. Moskvada Vnukovo və Domodedovo hava limanları bağlanıldı. Federal Hava Nəqliyyat Agentliyi məlumat yaydı. Mayın 9'unda Moskvada keçiriləcək Qələbə paradında 28 ölkə iştirak edəcəyi düşünülür. Paradda Azərbaycan, Belarus və saydım bunları təkrarlamaq istəmirəm, amma bunların çoxsu prezidentləri getmək istəmir. Çünki ölüm təhlükəsi var. Ölüm təhlükəsi var. İlham Əliyev başqa prezidentlər üçün ölüm təhlükəsi ancaq Ukraynadan var. Ukraynadan var və Avropanın zərbəsi. Amma İlham Əliyev üçün ən dəhşətlisi İlham Əliyev üçün əsasən Rusiyanın özü məhv eləyəcək İlham Əliyevi. Özü vuracaq İlham Əliyevi Rusların, Rusiyanın. Ukraynanın Rusiyaya dron hücumu davam edir. Moskva və əksər mərkəzi şəhərlərdə hava limanları fəaliyyətini dayandırdı. Moskva vilayətində vəziyyət dəhşətdir. Baxın, belədir. Baxın, dronlar belə gəlir. Dronlar belə gəlir, Moskva ərazisinə girir. Baxın dostlar, baxın. Yuxarıdakı Moskvadır, bax. Gedir ora. Baxın, yuxarıda Moskva yazılır, görürsünüzsə. Dostlar, dəyərli həmvətənlər, deməli, hal-hazırda Moskvaya uçan dronlar Sobyanin deyir. Moskvanın meri Sobyanin deyir. Merin sözlərinə görə Moskvada dağıntılar çoxdur. Dağıntıların olduğu yerdə təcili tibbi yardımlar və Fövqəladə Hallar Nazirliyi, MÇS, necə deyərlər, orada qurtarma, çalışma işləri görür. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, gözəl xəbərlərlə Qabil Türkoğlu sizi feyziyav eləyəcək. Buyurun, səhər tezdən başqa xəbərləri deyim sizə. Salam Qabil bəy, gecəniz xeyir. O günü xəbər bunu çatdırmayayım. Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə raket zərbələri indiribdi. Kursk vilayətinin bir neçə şəhəri Ukrayna ordusu tərəfindən ələ keçirilibdi. Ukrayna ordusu Rusiyanın dünən səhər saatları, gecə saatlarında 105 dron zərbəsi indirdi. Zərbələr Oryol 25, Moskva 19, 7 Kursk, 3 Bryanski. Kursk vilayətinin Kulishkov şəhəri təxliyə edilir. Kulishkov şəhəri də təxliyə edilir. Peskov deyir ki, bugün deyib ki, Ukrayna müharibənin bitməsini istəmir. Bu da buna bir subutdur ki, Moskvaya zərbələr indirir Rusiyaya. Peskov deyib ki, Rusiya Ukraynaya cavab verəcək. Əgər 9 may paradına zərbə indirsə, Rusiya cavab verəcək. Rusiya ordusu Kursk vilayətində 900 əskər təkcə bugün itirdi. Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Tyotkino şəhərinə zərbələr indirdi. Rusların 22 əskəri o istiqamətdə əsir götürüldü.
Rilsk şəhərinin işıq stansiyasına zərbələr indirdi. Rusiya Xarici İşlər Naziri deyib ki, dünya liderləri 9 may Ukrayna, çox üzr istəyirəm. Ukrayna Xarici İşlər Naziri deyib ki, dünya liderləri 9 may paradına getməsinlər. Peşman olacaqlar. Ukrayna ordusu Kursk vilayətinə hücum edir. Ukrayna ordusu bu dəqiqələrdə, yəni günorta saatlarında Rusiyanın Kursk vilayətinin Tyotkina şəhərinə hücum etdi. Rusiya və Ukrayna arasında əsirlər dəyişdirildi. 205 əsir o tərəfə, 205 əsir bu tərəfə əsirlər qaytarıldı. Möhtəşəm tədbirlə Ukrayna əsir düşmüş hərbiçilərini geri aldı, qarşıladı. Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Tyotkino şəhərinə girib və şəhərdə döyüşlər gedirdi günorta saatlarında. Ukrayna ordusu Rusların tanklarını vurubdu. Putin bütün tank diviziyasını, bütün tank rezervlərini Kursk istiqamətində yeritdi. Bütün T-90 diviziyasını yeritdi. Amma Ukrayna ordusu Rusiyanın rezervdən gələn bütün tanklarını məhv etmək üçün qollarını çirmələdi. Rusiyanın Kursk vilayətində internet rəsmi olaraq dayandırıldı. Ukrayna ordusu Moskva şəhərinə dayanmadan zərbələr indirir. Moskva aeroportları bağlanılıdır. Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Tyotkino şəhərini ağır zərbələr indirdi. Trump deyib ki, bizim çox böyük və çox müsbət açıqlamamız var. Mən bunu yaxın şərqə səfərimdən əvvəl elan edəcəm. Trump da deyir, şad xəbər var, onu bir neçə gündən sonra deyir, səfər qabağı deyəcəm. Səudiyyə Ərəbistan'a gedəcək, dostudur o Bin Salman. Trump deyib ki, Husilər məğlub olub, onlar deyiblər ki, bir də Amerika gəmilərini və İsrail gəmilərini vurmayacaqlar. Ruslar deyib ki, Tyotkino şəhərini itirəcək. Ruslar bugün açıqca dedi, Tyotkino şəhərini itirəcəklər. Şəhəri müdafiə etmək mümkün deyil. Bu da bir şad xəbər. Moskvaya dron hücumları olur. Baxın ha, axşamın xəbərdir bu. Biraz bundan qabağın xəbərdir. Bir neçə dəqiqənin. Moskvaya dron hücumları olur. Moskva və başqa qonşu şəhərlər dron hücumlarına məruz qalır. Trump'ın xüsusi adamı Kellogg deyib ki, Ukrayna hazırki təmas xətləri boyunca müharibənin dondurulmasını və 30 kilometrlik boz yeni hərbsiz zona yaradılmasını istəyir. Kellogg deyib ki, Rusiya və Ukrayna indiki ərazilərdən 15 kilometr uzaqlaşdırmaq və boz zona yaradılmasını Amerikanın söhbətləri mənasız söhbətlərdir. Domodedovo aeroportuna dron hücumları edirdi. Təcili Vnukovo və Domodedov aeroportları bağlanıldı. Moskvaya dronlar yağış kimi yağır. Təcili indilərdə. Rusiyanın Belgorod, Kursk, Voronej, Lipetsk vilayətlərinə də dron zərbələri indirilir. Qabil bəy, Moskvada vəziyyət çox gərgindir. Qeyri-rəsmi məlumatlara görə Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Tyotkino şəhərini tam nəzarətə götürübdür. Sadəcə rəsmi açıqlamırlar. Bu dəqiqələrdə şəhərdə Ukrayna əsgərləri, Ukrayna tankları var. Çox gözəl xəbərlərlə sizi sevindirirəm. Bu xəbərlər davam etsin inşallah. Son dəqiqə xəbərlərini də atacaqlar, sizə çatdıracağım inşallah. Gözəl xəbərləri verirəm sizə. Moskva meri yenə açıqlama verdi. Moskvanın Zhukovski, Domodedovo və Vnukovo havalimanlarında, eləcə də Kaluga, Grabsevo, Tambov, Donskoye və Yaroslavda Tnosna təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilibdi. Bundan əvvəl Podolsku və Romenskoye sakinləri də Moskva vilayətində partlayış səsləri barədə məlumatlar vermişdi. Moskvada dağıntılar çoxdur. Bu arada İsrail yenidən İranı vurdu. Haranı vurdu? Əvvəl yanan havalimanı, nə idi o?
Abbas, nə bilim nə. O hava limanını yenidən vurdu. Birazdan o xəbəri çatdıracağam sizə.